Salam herkese. Bugün sizler için 2026-cı ildə Erfonun birinci tur riyaziyyat suallarının izahlarını verəcəyik. Vaxt itirmədən keçək sualların izahına. Qeyd edək ki, bu suallar 9-cu siniflər üçün təqdim olunmuş birinci tur rayon şəhər suallarıdır. Birinci sualda 5-ə bölünməsindən alınan qalığı istəyir. 96 üstü 10-un 5-ə bölünməsindən alınan qalıq 1 olacaq. Çünki 96 5-ə bölünür 1 verir. 1 üstü 10-da elə 1 mod 5 verəcək. 97 üstü 2-nin isə 5-ə bölməsindən qalır. 2-nin kvadratı bu da 4 eləyəcək mod 5-də. Topladığımız təqdirdə cavab 0 eləyəcək. 5 yəni 0 mod 5 olacaqdır. İkinci sualda isə qonşu bucaqların cəmi 180 dərəcədə birinə x desək, x-in 50% 0.5x bərabər olacaq. Digərinin 40%-dən 20, digərinə y desək 0.4y plus 27 və x plus y bərabər 180. Bu tənliklər sistemindən x-i 110 alarıq. Y-i isə 70 alacağıq. Bunların fərqi soruşulur A variantı. Üçüncü sualda isə verilmiş ifadənin müsbət bölənlərin sayı soruşulur. 7-nin kvadratını mötərizə xaricinə çıxarırıq. 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı. Bu da eləyəcək 7-nin kvadratı vurulsun. 1 üstə gəl 4. 5, 5-in üzərinə 9 gələndə 14 eləyəcək. 14 də 2 vur 7-dir. 2 vur 7. Bu da olar 7-nin kubu vur 2. Bununla natural bölənlərin sayı 8 dənədir. C variantı. Sonra 4-cü suala baxaq. Adi qayda ilə 1 böl 9-da A olacaq, digəri 1 böl 90-da A olacaq, digəri 1 böl 900-də A olacaq. Bunları da tərsini tapıb toplayanda 999 böl A olacaqdır. Y variantı. 5-ci sualda isə köklər verilib. Bu şəkildə kvadrata yüksəldək. 5-in kvadratı bərabər olacaq. 5-in kvadratı bərabər olacaqdır burada. 6x kvadratı çıx 5x plus 4. Buradan 6x kvadratı çıx 5x plus 4. Daha doğrusu minus 21 bərabərdir 0 olacaq. Bundan sonra isə verilmiş ifadəni vurğulara ayıra bilərik. Belə ki 6x kvadratı plus 9x kvadratı minus 14x minus 21 bərabərdir 0 olacaq. Bu ifadəni də vurğulara ayırsaq, yəni 2x plus 3, 3x minus 7 bərabərdir 0'dır. X 2 kökü, yəni ikincisi kiçik kökü bərabər olacaqdır mənfi 3 böl 2'ye. Birinci kökü isə 7 böl 3 olacaqdır. 3x1 plus 2x2 isə uyğun olaraq bərabər olacaqdır 4'e. Yəni 7 çıxılsın 3 olacaq 4 olacaq. A variantı doğru cavabdır. 6-cı suala baxaq. Verilmiş ifadəni tam kvadrata ayırmalıyıq. Belə ki a kvadrat plus b kvadratı plus c kvadrat plus 2a plus 4b plus 5 bərabərdir 0'dır. A kvadratı plus 2a plus 1, b kvadratı plus 4b plus 4 plus c kvadrat bərabərdir 0. A plus 1'in kvadratı üzərinə b plus 2'nin kvadratı plus c kvadrat bərabər 0. Görsənir ki a mənfi 1, b burada bu 2'dir, b mənfi 2'dir, c də 0'dır. Çünki kvadratlar cəmi 0 olması üçün hər birinin 0 olması vacibdir. A kubu olacaq mənfi 1, b kubu olacaq mənfi 8, c kubu isə 0 olacaq mənfi 9, b variantı. 7-ci sualda ən böyük qiymətini tapmaq üçün məxrəcin ən kiçik qiymətini tapacağıq. Beləliklə ifadənin, yəni kəsirin ən böyük qiymətini tapmış olacağıq. Bu da 5 bölünsün tam kvadrata ayırdığımız təqdirdə bu şəkildə yaza bilərik. Məxrəcin ən kiçik qiyməti x-in 3 qiymətində 5'ə bərabərdir. Dolayı yolun bu ifadənin ala biləcəyi ən böyük qiymət 1 olacaqdır. Yəni 5 böl 5 olacaqdır. Burası 0 olduğu təqdirdə. A variantı. 8-ci sualda isə n neçə müsbət tam qiymətində 20 n kəsiri müsbət ədəddir. 24 böl n plus 4 müsbət bir tam ədəd olması lazımdır. Əlbəttə ki 24'ün n plus 4'e tam bölünməsi lazım. N plus 4 24'ün bölənləri içərisindən seçilməlidir. İndi müsbət olması üçün ilk olaraq 6, müsbət 8, müsbət 12 və müsbət 24'ü götürməyimiz bəs eləyir. Digərləri misal üçün 2, 3'ü götürsək onsuz da 4 çıxanda mənfi eləyəcək. Görə 4'dən böyük natural bölənlərini götürmək lazımdır.
6, 8, 12, 24 olmaq şəklində 4 dənədir D variantı. 9-cu sualda satçı mağazadakı qələmlərdən 10 dənəsini 20% gəlirlər, geri qalanları isə 40% gəlir sataraq bu iki satış nəticəsində 32% gəlir əldə etmişdir. Buna görə mağazadakı qələmlərin sayını tapın. 10 dənəsini 20% gəlirlə satır. 10 vur 20 böl 100 üzərinə qalanlar x dənə götürsək, qalanlar x minus 10'dur və bunu 40% gəlirlə satmışdır və toplamda bütün qələmlərdən 32% gəlir əldə etmişdir. Buradan x'i tapdığımız təqdirdə neçə eləyəcəkdir? 25 eləyəcəkdir burada x. 10-cu sualda isə 3 plus 2 kök 2 vurulsun. Biraz diqqətli düşünsək, bu verilmiş ifadə 3 minus 2 kök 2'nin kvadratıdır. Yəni fikir versəz, bunun kvadratı ilə bunun kvadratı 17 eləyir. Hasili isə 6 kök 2 eləyir. Belə ki, daha doğrusu hasilinin kimisi 12 kök 2 eləyir və beləliklə 4 kök 18 alınır o. Bu da 3 plus 2 kök 2 müxtəsər vurma düsturudur. A minus B, A plus B. Bu da bərabərdir 3'ün kvadratı, 2 kök 2'nin kvadratı 1'ə bərabər olacaq A variantı. 11'də isə 11'də x z mötərizə xaricinə çıxarsaq, x kvadrat minus y kvadrat olacaq. Z vur x minus y, x plus y olacaq. Z'imiz kök 10'dur. Minus kök 15'dir. Gəlin oradan kök 5'i çıxartaq. Kök 2 çıx, kök 3 eləyəcək. X minus y'də fikir verin. Kök 2 plus kök 3'lər islah olunacaq. X minus y alacaq. Mənfi 2 kök 5 vurulsun. X plus y'də isə kök 5'lər burada islah olunacaq. 2 kök 2 plus kök 3 olacaq. Və buradan da alınacaqdır ki, mənfi 2 vur 5 10 vur 2 o zaman mənfi 20 vurulsun. Kök 2 minus kök 3 kök 2 plus kök 3. Bu da eləyəcək mənfi 1, cavab olacaqdır 20 Y variantı. 12-ci sualda isə hər birini 2'nin qüvvətləri şəklində yazdığımız təqdirdə 4 üstü 8, 2 üstü 16 plus digəri isə 2 üstü 16 yenə 64 üstü 3, 2 üstü 10 yəni 6 vur 3 18 plus 2 üstü 18 256 2 üstü 8 2 üstü 16 bərabərdir A vur 2 üstü B. Təbii ki burada olacaqdır ki 2 üstü 16 2 üstü 16 2 üstü 18 olacaqdır ki 3 vur 2 üstü 16 plus 2 vur 2 üstü 18 yəni 2 üstü 19 bərabərdir A vur 2 üstü B. Buradan da əlbəttə ki 2 üstü 16 mötərizə xaricinə çıxarsaq 2'nin kubu eləyəcək. A vur 2 üstü B 2 üstü 16 vurulsun. 3 plus 8 11 eləyəcək. A vur 2 üstü B. Təbii ki burada çoxlu hallar mövcuddur, amma hansı ola bilər soruşduğu üçün B 16 və A 11 olduğu təqdirdə B 27 veriləcəkdir. 13'də isə 2'nin qüvvətləri şəklində yazsa 2 üstü 2x plus y bərabərdir 2 üstü 5'ə. Buradan x plus y 2.5'ə bərabərdir. Yəni qüvvətləri bərabərləşdirsək, digər ifadələri də bu şəkildə yazsam 1.5 eləyəcək. Digər isə mx plus y isə 2 eləyəcək. Buradan tənliklər sistemindən x'i 4 bölü 3, yəni bunlar tərəflərə toplayıb x'i tapsaq, y isə 7 bölü 6 eləyəcək və aşağıdakı tənlikdə qoysaq yerinə bu x və y m'i tapacağıq ki 5 bölü 8 B variantı olacaqdır. 14'də zəri 3 dəfə ardarda artdıqda düşən xallar cəminin sadə ədəd olma ehtimalıdır tapmaq lazımdır. Düşən xalların ümumiyyətlə ümumi halların sayı 6 üstü 3'dür. Bura bir t ədədi deyək və t'ni tapaq. Əlbəttə ki A plus B plus C cəminin gərək ki P sadə ədəd olması halları lazımdır. Biz bu halları ayrı-ayrılıqda hesablaya bilərik. Belə ki, hər bir hal üçün ayrı-ayrılıqda baxmalıyıq. Misal üçün 2 olduğu
hal mümkün deyil. Misal üçün A plus B plus C 2 ola bilməz. Bu halda yoxdur. A plus B plus C A plus B plus C əgər 3 olduğu təqdirdə bunu ödəyən yeganə hal 1, 1, 1'dir. Bir dənə. Üçüncüsü A plus B. A plus B plus C bərabərdir 5 olduğu hallar mövcuddur. Burada isə ola bilər 1, 1, 3 və bunun bütün permutasiyaları. Başqa hal ola bilər 2, 2, 1 və bunun bütün permutasiyaları olacaqdır. Toplamda burada da 3 dənə, burada da 3 dənə olmaq şərtinə 6 hal mövcuddur. Dördüncü olaraq A plus B plus C 7 ola bilər. Qeyd eləyək ki, A da 6-dan kiçikdir, B də 6-dan kiçikdir, C də 6-dan kiçikdir. Hər biri də 1-dən böyükdür. Dolayı yolla biz bunları üçünü də toplasaq 18-dən kiçik bərabər olan bütün sadə ədədləri yoxlamalıyıq. Onu nəzərə almaq lazımdır. A plus B plus C də 7 olduğu təqdirdə o buradakı halların sayı isə uyğun olaraq 1, 1, 5 üçün hallar, 3 dənə hal burada mövcuddur. 1, 2, 4, burada da 6 dənə hal vardır. 3, 6, 1, 3, 3 ola bilər. Burada da 3 dənə hal mövcuddur və 2, 2, 3 ola bilər və burada da 3 dənə hal vardır. Toplamda 15 dənə hal mövcuddur burada da. 15 dənə də hal buradadır. 5-ci olaraq isə biz 7 qiymətini yoxladıq. İndi 11 qiymətlərini yoxlamaq lazımdır. A plus B plus C 11. Daha sonra digərlərində hamısını yazıb toplasaq, yəni birbaşa hesablayaq. A plus B plus C də yəni 15. Bir də A plus B plus C 17 olduğu halları toplasaq, A plus B plus C bərabər 17 olduğu halları hamısını toplasaq, toplamda 73 dənə hamısını toplasaq, əvvəlkilərin 73 dənə hal mövcuddur. Və bu da 73 bölü 216 D variantını verəcəkdir. 15-ci sualda isə biz verilmiş ifadə üçün tapmalıyıq ki, hovuz deyir ki, iki borudan birincisi boşalır 8 saata doldurur, ikinci isə dolu hovuzu 6 saata boşaldır. Hovuz boş olduqda hovuzu dolduran boru açılır. 4 saat su axıtdıktan sonra hovuzun dibində olan boşaldan ikinci boru açılır. Buna görə qeyd olunur ki, hovuzun suyu neçə saata boşalar. Əlbəttə ki, burada nə baş verir? 4 saata birinci boru hovuzun hansı hissəsini dolduracaq? Əlbəttə ki, 4 vur 8'də 1'in yarısını dolduracaq. 2'də 1 hissəsini dolduracaq. Qalan hissədə isə nə edəcək? Digər boru işə düşəcək və bundan sonra hovuz neçə saata dolacaq? Əlbəttə ki, 1 böl 4 çıxılsın 1 böl 6 olacaq və bu da 1 böl x olacaqdır. Buradan 12'də 3 minus 2 bərabərdir 1 bölü x, yəni 12 saat olacaqdır. D variantı doğru cavabdır. 16-cı sualda isə biz baxacağıq ki, 3fx bərabərdir 3fx minus 1 plus 2 olacaq. Fx, yəni sol tərəfə keçib 3'ə bölsəm, fx minus 1 bərabərdir 2 böl 3 olacaqdır. Və buradan da qiymətlər verib tərəf-tərəfə topladığımız təqdirdə bütün qiymətləri tapa bilərik. Misal üçün, biz x-ə başlayaraq 1-dən qiymətlər verə bilərik. X əgər 1 olduğu təqdirdə f1 çıxsın f0 bərabərdir 2 böl 3, f2 çıx f1 bərabərdir 2 böl 3 və bu şəkildə x2 olduqda, digər hallarda isə, yəni x-ə biz 8 verdiyimiz təqdirdə f8 çıx f7 bərabərdir 2 böl 3. Tərəf-tərəfə toplayanda bunlar islah gedəcək. f8 çıxılsın f0 bərabərdir 8 vur 3'də 2. f0 da 2'dirsə f8 bərabərdir f0 plus 16 böl 3. Buradan da alacağıq ki, f0 da 2'dirsə 22 böl 3 doğru cavabdır. A variantı. 17-ci sualda isə biz bu modul tənliyi hesablamaqdan ötəri gərək ki,
ifadələrdə aralıqlara baxaq. Belə ki, bərabər 2. İndi bunun köklərinə baxaq. -1, x2. Önceliklə kökləri yoxlayaq. Birinci halda x -1 yoxlayaq. Ödəmir. Ödəmir. Tənliyin həlli deyil. -1 qoyanda ödəmir. İkinci x-in 2 qiymətini yoxlayaq. Ödəmir. İndi isə aralıqlara bölüb yazaq. -1 və 2. İndi aralıqlara uyğun dəyərləndirək. Birinci halda burada biz x-i -1-dən kiçik götürəcəyik. X -1-dən kiçik olsa hər ikisi mənfi olacaq. -x plus 1 minus x minus 2 bərabərdir 2 olacaqdır. Və buradan da alacağıq ki, nə? -2x minus 1 plus 2. Yəni minus 1 plus 2 bərabərdir 2. Buradan x bərabərdir -0.5. Amma -1-dən kiçik deyil bu. Ödəmir. Buradan ödəmir. İkinci halda isə x-in daxildir -1 ilə 2 aralığı. Bu halda da modul ifadədən bu müsbət çıxacaq, digər isə mənfi çıxacaq. Müsbət çıxacaq, digər isə mənfi çıxacaq. Yəni 2-dən kiçikdir. Mənfi olanda da plus 2 minus x olacaq bərabər 2. Bunun da həlli yoxdur. Üçüncü halda isə yoxdur. Üçüncü halda isə x 2-dən böyük olacaq. 2-dən böyük qiymətlərdə isə olacaq 2x plus 1. Hər biri müsbət çıxacaq. Minus 2 bərabər 2. Minus 2 bərabərdir 2-yə və buradan da 4 1.5 çıxacaq ki, bu da 2-dən böyük deyil, yoxdur. Ümumiyyətlə bu tənliyin həlli yoxdur. A variantı. 18-ci sualda böyük tərəf qarşısında böyük bucaq dayanır. Ona görə 68 buradır. O zaman f böyükdür 62D-dən, o da böyükdür A-dan. Digər 3 bucağa B, D, S 3 bucağına baxsaq, ən böyüyü 75-in qabağındakı S-dir. Ondan böyükdür 65-in qabağındakı B, ondan da böyükdür 40-ın qabağındakı F. Dolayı yolla S, B, F, D, A olacaqdır. S, B, F, D, bir saniyə D ilə A-ya baxaq. Burada S'dən sonra, F'dən sonra ən böyüyü 62'nin qabağındakı A'dır, üzr istəyirəm. 62'dir burada. A'dır. Burada D'dir. Dolayı yolla burada A, burada D olacaq. Yəni A burada, D buradadır. Çünki F 68'in qabağındadır, A 62'nin qabağındadır. Ona görə də elə doğru cavab burada elə A variantı olacaq. C, B, F, A, D. 19-cu suala baxaq. ABC 3 bucaqdır. Qeyd olunduğu kimi buradan bu J nöqtəsi medianların kesişmə nöqtəsidir. A, B, C. Bura J medianların kesişmə nöqtəsi. Buradan BK əlavə olaraq median çəkilibdir və bura 6'dırsa ABC soruşur. J də medianların kesişmə nöqtəsi. Biz burada sahələrin paylanılması aksiomasından buranın sahəsini 6 tapacağıq. Eyni tərəflər bərabərsə söykənən sahələr də bərabər olacaq. Median olduğu üçün 12 bura düşürsə 12 də bura düşəcəkdir. Biz medianın paylanmasını istifadə edərək hər bir sahənin 12 olduğunu tapa bilərik. Yekun isə 6 və vur 12 72 olacaqdır. 20-ci sualda isə qeyd olunur ki, bu şəkildə 3 bucaq verilib. A, B, C. Bunu sadə üsulla yazacağım siz üçün. Bura 7, bura D-dir. Qeyd olunur ki, bu bucaqlar bərabərdir. Bura X-dir, bura 2-dir, bura 4-dür, burada 3-dür. Bizdən X-i soruşur. Fikir verin. Bucaqlar bərabərsə bunları eyni qövslərdə yerləşmiş çevrələr kimi başa düşə bilərik. Tutaq ki, buranı birləşdirsəniz, buradan belə bir çevrə keçirmək mümkün olar. Çünki niyə? Çünki bunlar eyni qövsə söykənirlər. Buradan da 4 vur. 4 plus 3 bərabərdir 2 vur 2 plus x-ə. Yəni çevrədə kəsən münasibətidir. Bunu bilirik.
A, B, C, D. A vur A plus B. C vur C plus D. Aha, buradan da 4 vur 7 28 beraber 2 vur 2 plus x. Buradan eləyəcəkdir ki, buradan da alacaq ki 14 2 plus x beraberdir 14. X'i tapacağıq 12. Doğru cevap Y variantı.